Hər vaxtınız xeyirli olsun. Uşaqlıqdan sevdiyim yeməklərdən biri olan toyuq çığırtması və plov reseptini bu gün sizlərə təqdim edirəm. Bu resepti verin yaddaşa, inanın dadına doyum olmur. Qəşəng ətli budlu toyuq almışam, onu da belə tikə parça eləyəndən sonra duru yağda qəşəng başlayıram qızartmağa. Tavan qapağını da qoyuram ki, bir üzü bişəndə digər üzündə içi tam bişsin. Soğan xırda-xırda kubvari formasında başda doğramağa, toyuğun ikinci üzünə çevirəndən sonra soğanları da üzərinə əlavə edib tavan qapağını bağla. Qəşəng qıpqırmızı pomidorun da qabığından təmizləyib özəyini də çıxarandan sonra bu formada doğra. Soğan əriyəndən sonra pomidorunu da vur, gözlə yağa düşsün. Yeməyə kərə yağı da qat. Kənarda da yumurtalar çırpandan sonra üzərinə 15 dəqiqə öncədən isti suda açılmış zəfəranı əlavə et. Dostlar, mənə görə yeməyin sekreti buradadır. Zəfəran o qədər yumurtaya və bu yeməyə yaraşır ki, onu ancaq hazırlayanda biləcəksiniz. Yumurtasını da əlavə tavan qapağında qoy, 15 dəqiqədən sonra çığırtma hazırdır. Çox ləzzətli, adama gəl-gəl deyən, xüsusən də plovla yeyilən, ən sevilən yeməklərdən biri